Salam. Çox zaman valideynlərimizin yeniyetmə övladlarına yanaşma tərzində onların həmin dönəmdə yaranan problemlərinə keçid dövrüdür, keçib gedər deyə yanaşdığını görürük ki, bugünkü mövzumuzda mən sizə bu sualı cavablandıracağam. Yeniyetməlik dövrü həqiqətən də keçid dövrüdürmü? Biz bilirik ki, yeniyetməlik dövrü beynin sürətlə inkişaf etdiyi bir dövrdür. Neyroilm bizə göstərir ki, bu dövrdə ön beynin özünü idarə etmə mərkəzi tam formalaşmır. Buna görə də yeniyetmələr bəzən ani qərarlar verir, emosional partlayışlar göstərir və davamlı bir kimlik axtarışında olurlar. Gah gülür, gah əsəbləşir. Tez-tez dost seçimində, musiqi, geyim tərzində dəyişikliklər edir. Otağına çəkilib yalnız vaxt keçirmək istəyir, ani qərarlar verir. Bu kimi əlamətlər normal keçid dövrüdür, keçib gedər deyə bilərik. Nə zaman artıq sos siqnal çalınmalıdır? Xroniki narahatçılıq, depressiv əlamətlər, dostlardan təcrid olunmaq, ailədən uzaqlaşmaq, özünə zərər yetirmək, bədəninə xəsarət yetirmək kimi əlamətlərin olması, tez-tez özümü öldürərəm, bu evdən çıxıb gedərəm kimi ifadələrin işlədilməsi, dərslərə qarşı kəskin marağın itməsi, bu kimi əlamətlərdə artıq sos siqnalı çalınmalı, psixoloji yardım alınmalıdır.